Kölge Aydın insanlara kömək edən qəhrəmandır. Gizli laboratoriyada onun kopyası yaradılır. Kopya qaçır və şəhərdə qarışıqlıq yaradır. Bölüm Aydın'ın kopya ile ilk karşılaşması ile bitir. Bölüm 2. Yerin dəyişdi. Kopya şəhərdə insanları öldürür və hamı onu Aydın hesab edir. Əsl Aydın qaçmağa məcbur olur. Kopya isə qəhrəman kimi tanınmağa başlayır. Bölüm 3. Yalançı qəhrəman kopya televiziya çıxışları edir. İnsanlara yalan vədlər verir. Şəhər ona inanır. Aydın isə gizli şəkildə həqiqəti sübut etməyə çalışır. Bölüm 4. Son dost. Aydın'ın köhnə dostu Murad onun sağ olduğunu öyrənir. Murad Aydın'a kömək edir. Amma kopya Murad'ı tapıb öldürür. Bölüm 5. Gizli fail. Aydın laboratoriyaya girərək bütün məlumatları əldə edir. O öyrənir ki, kopya tək deyil. Daha 2 kopya hazırlanıb. Bölüm 6. 3 kölgə yeni kopyalar ortaya çıxır. Şəhərdə xaos başlayır. İnsanlar kimin həqiqi Aydın olduğunu anlaya bilmir. Bölüm 7. Üsyan. Aydın həqiqəti bilən insanları ətrafına toplayır. Onlar kopyaya qarşı mübarizə aparırlar. Böyük döyüşlər başlayır. Bölüm 8. Qurban Aydın şəhəri xilas etmək üçün özünü təhlükəyə atır. Kopyalar enerji mərkəzini ələ keçirirlər. Bölüm 9. Son döyüş Aydın və əsas kopya üz-üzə gəlirlər. 2 eyni üz, 2 fərqli tale. Şəhərin taleyi onların əlindədir. Final bölümü 10. Əsl qəhrəman Aydın əsas kopyanı məğlub edir. Digər kopyalar da məhv edilir. İnsanlar həqiqəti öyrənirlər. Şəhər xilas olur. Amma son səhnədə xarabalıqlar arasında qırmızı gözlü başqa bir kopya görünür. Ekranda yazılır, qəhrəman mövsüm 2 davam edəcək.